Çox dəyərli, görkəmli şairimiz Ərsəmid Gülün bugün 40 mərasimi keçirilir. Mərasimdə şairimizin yaxın dostları və qələm yoldaşları iştirak edir. Hamını yadıma saldım bir gün ata uzağında. Bir anda 100 il yaşadım, bir anda 100 il qozaldım həsrətin küz buzağında. Titrədi atamın baş daşı, ürpəndi anamın əlləri. İndicə qırılıb dağılacaq baxdığın güzgü, titrəyir yanağında göz yaşları, titrəyir qızımın telləri. Bir anda 100 il yaşadım, gördüm vaxt geri fırlanır, önümdə zaman dillənir, köhnə divar saatında kəfkirdə qızım yellənir. Titrəyə-titrəyə qalxdım ayağa, dilimdən bir kəlmə sözlə çıxmadı, öpdüm əllərinin xatirələrin, öpdüm gözlərindən ayrılıqların. Bir anda 100 il yaşadım həsrətin künc buzağında, bir anda 100 il qozaldım ilin günün bıçağında. Çox ağır təsir verdi Ərsəmidin olmağı. Yağları deyirəm ki, qapımızı döyürdü həftədə bir dəfə, iki dəfə gəlirdi. Şairandan şəhərə gəlir. Hər gələndə gəlirdi, otururdu. Çap olunmuş yeni şeirlərini oxuyurdu. İndi evdə hamımız təmkin olduq ki, qapıda öləndə elə biləcək gəldi Ərsəmid. Bədəni at. Qəlbində yeri olan adamların yoxluğu adama pis təsir edir. Adamın ürəyin yandırır, gözündən yaş gəlir. Belə Allah rəhmət etsin, Ərsəmid bir qurçun keçib. Hər şey indi o bir də sözü var idi, deyir. Adamlar bir dağ kimidir, uzaqdan bir görsənirlər. O bizdən indi biz hesab edirik uzaqlaşır, amma biz oğa yaxınlaşırıq. Ömür keçdikcə biz oğa yaxınlaşırıq. Yaxınlaşdıqca onun qədrin qiyməti 70-ci illər daha ədəbi da gəncliyi içərisində, çoxalacaq. o dövrün 70-ci illərin ədəbi gəncliyi içərisində şairlər arasında ən fərqli seçilən səslərdən biri Ərsəmid Kür səsiydi. Bunun poeziyasıydı. O imzası fərqlənirdi Ərsəmid Kür. Səsi də öz səsində kim şeir deyə bilibsə, xüsusi yaddaşımda qalır, hamının yaddaşımda qalır. Bir də ki, Ərsəmid Kür adətən insanlar haqqında deyirlər ki, Allah rəhmət eləsin, ruh şad olsun. Çox şadlar, heç kəs demir ki, rəhmətli insanadır. Rəhmətli müşahidmişi bu deyil. Ərsəmid Kür heç imkan yaratmadı ki, bir gün Allah rəhmət eləsin desinlər. Səhər günə canlı şəkildə çıxdı hamının qarşısına. Bütün şəbəkələr, televiziyalar hamısı göstərir ki, Ərsəmid Kür necə bir şairdir. Ərsəmid Kür öz qiymətini hələ bundan sorulacaq. Onun poeziyası əbədi poeziyadır. Böyük poeziyadır. Əbədi poeziyadır. Ağır şəkildə poeziyadır. Ərsəmid Kür poeziyası tam da fərqli bir poeziyadır. Ərsəmid Kür şeirlərini dünyaya edilir. Kentavr şeiri var. Bənzərsiz, tamamilə mövzu, orijinal, başına. Ərsəmid Kürün bütün poeziyası orijinal poeziyadır. Dünyavi poeziyadır. Yəni məhəlli poeziyadır var. Bir rəhan üçün, bir ölçü üçün yazılır. Ərsəmid Kürün poeziyası dünya poeziyası. Dərdin arxasınca dörd nala çapan, bədəni at, başı adam. Bu yarı at, yarı adam hara gedir yaradan. Sözünün dalında dağ kimi durub, hər gün bu sevdayla döyüşə gedir.